Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı qərar qəbul olunanda, səhv eləmirəmsə 14-cü, 15-ci il idi. Və o zaman da təkliflər olunurdu elə biz tərəfdən də ki, bunun bir əlavə dəyər zincirinin yaranmasına ehtiyac var. Yəni tək pambığın özünün əkilməsi, becərilməsi və yığılması yox, emalı ilə bağlı və son məhsula çatdırılması ilə bağlı kifayət qədər ciddi addımlar atılmalıdır. Bunun belə deyək, əlavə dəyər zənciri yaradılır. 1 ton pambığın qiyməti dünya bazarında indi Azərbaycan pambığının qiyməti təqribən 1400-1500 dollar arası dəyişir. Amma 1 ton pambığı emal olunandan sonra ondan hazır geyim istehsal edilib satılsa, bu təqribən 15 qat baha olur. Təqribən bu hardasa 25 min, 30 min dollar civarında bir şey olur. Əlavə dəyər yaradır. Yəni ona görə də Azərbaycanda bu yüksək texnologiyalarla aid bir məsələ deyil. Kompüter istehsalı, telefon istehsalı, çip istehsalı, nə bilim təyyarə istehsalı deyil də. Bu çox sadə bir yoldur. Ona görə də Azərbaycanda tarladan son məhsula qədər bir əlavə dəyər zənciri qurulmalıdır və bunun üçün investisiyalara, bunun üçün yeni bir dövlət proqramına, dövlət dəstəyinə daha doğrusu ehtiyac var ki, iş adamlarına, biznesə, yatırımcılara bu sahədə bir yol açılsın.